Beyin üçün faydalı qidalanma həyat keyfiyyətini yaxşılaşdırırmı? BMC Nutrition jurnalında dərc olunan son araşdırmada alimlər aralıq dənizi pəhrizinin MIND, yəni neyrodegenerativ ləngimə zamanı hipertensiyanın dayandırılması yanaşmaları, koqnitiv funksiyalar, əhval-ruhiyyə və orta yaşlı insanlar arasında həyat keyfiyyəti ilə əlaqələr tədqiqat effektivliyini sınaqdan keçirib. Araşdırma zamanı Şimali İrlandiyadan olan 40-55 yaş arası 41 sağlam iştirakçı onlayn şəkildə təsadüfi yolla seçilib. İştirakçılar təsadüfi olaraq 3 qrupdan birinə təyin edilib. Dəstəkli MIND pəhrizi, dəstəksiz MIND pəhrizi və 12 həftə ərzində standart pəhriz tövsiyələrinə əməl edən nəzarət qrupu. Qida maddələrinin istehlakına Nutritics proqramından istifadə edərək nəzarət olunub. Həmçinin MIND pəhrizinə riayət edilməsi beyinə faydalı və zərərli 15 qida komponentinə əsaslanan qiymətləndirmə sistemi ilə dəyərləndirilib. Nəticədə pəhrizə riayət edən iştirakçılar müdaxilə əvvəlindəki vəziyyətlə müqayisədə müdaxilədən sonra qaydalarda daha yaxşı əməl etməyə başlayıb. Əhval-ruhiyyəni, həmçinin həyat keyfiyyətini qiymətləndirərək müdaxilədən sonra müsbət emosional vəziyyətin nəzarət qrupları ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığı müşahidə edilib. Bu da göstərib ki, bu dieta fiziki rifahın yaxşılaşmasına da kömək edir.